1930-cu illərdə Avropada iki güc mərkəzi, Katolik kilsəsi və nasist Almaniyası arasında mürəkkəb münasibətlər formalaşırdı. Bu əlaqələr həm rəqabət, həm də ziddiyyətlə dolu idi. Çünki hər iki struktur cəmiyyətə təsir etməyə çalışırdı. 1933-cü ildə Papa 11-ci Piy və Almaniya arasında konkordant imzalandı. Bu razılaşma ilə Katolik partiyasının siyasi fəaliyyəti məhdudlaşdı, amma kilsənin təhsil və ailə hüquqları qorundu. Sonradan Vatikan, xüsusilə 1937-ci ildə Mit Brennender Sorge ensiklikası ilə nasist rejiminin irqçi və totalitar təmayüllərini sərt şəkildə tənqid etdi. Bu sənəd kilsənin siyasi mövqeyində mühüm dönüş nöqtəsi oldu. İkinci Dünya müharibəsi dövründə Vatikan rəsmi neytrallığını qorudu. Bu münasibət bəzi tarixi tənqidlərə səbəb oldu. Çünki kilsənin davranışı bəzən nasistlərlə passiv əməkdaşlıq kimi qiymətləndirildi. Müharibədən sonra bəzi nasistlər və onların tərəfdarları Vatikan vasitəsilə və ya rahiblərin köməyi ilə Avropadan qaçmağa nail oldular. Onların bir hissəsi saxta sənədlərlə Argentinaya sığınmışdı. Vatikanın nasistlərlə münasibətləri tarixçilər arasında uzun illər müzakirə olunub. Bəzi rahiblər nasistlərə qarşı çıxıb yəhudiləri gizlətsə də, digərləri müxtəlif yollarla onlara kömək etmişdilər. Bu da tarixi çoxsəsliliyin göstəricisidir.